Of, Samir, mən çox yoruldum. Hələ nə qədər yolumuz var nənəmgilə çatmağa. Mən də yoruldum Kənan, amma məcburuq, başqa yol yoxdur. Biraz dincələk sonra gedərik. Sabah tədbirdə Vaqif dramını canlandıracağıq. Hazırsan? Hazıram. Gərək bu gün də məşq edək ki, sabaha tam hazır olaq. Mən öyrənmişəm, ehtiyac yoxdur təkrara. Yox Kənan, elə demə. Nə qədər məşq etsən, o qədər qəşəng çıxış edərsən. Məşq etmək lazımdır. Deyirəm yox da, məni bilirəm, istəyirsən canlandıraq. Mən razı. Şair, hökümdarın hüzurundasan. Bunu sizsiz belə düşünürəm mən. Bəs baş əymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Bəs deyirdim bilirəm. Burada deməliydin ki, qılınclar toqquşub iş görən zaman neylər dediyiniz quru bir vicdan. Sən düz deyirmişsən Samir. Mən elə bilirdim hazıram. Eybi yox Kənan. Amma bu hərəkətin sinifdə təkrarlanmasını istəmirsənsə, sabaha yaxşı hazırlaş. Yaxşı, evə gedən kimi hazırlaşacağam. Məncə kifayət qədər dincəldik. Artıq gedə bilərik. Hər gedək, amma bir zarafatım var. Nə zarafatı? Vaqif, indi get, saray həyatını büsbütün tərk et. Gələk yaşanmasın qədrli naşünas. Qəşəng idi. Gəl gedək. Qorxma Kənan, az qalıb çatırıq. Bax, çatdıq. Gəl gedək. Gedək. Bala, nə yaxşı eləyib gəldiniz. Darıxmışdım sizin üçün. Biz də darıxmışdıq nənə. Nə vaxtdan gəlmirdik. De görüm Kənan hanı? Gələndən bəri görükmür. Onun işləri var. Vaqif dramına hazırlaşır. Hə, bala, yaxşı eləyirsiniz. Həmişə belə yaxşı işlər görün. Bax nənə, bu səs gələndə yemək isinir. Nə tezlisindir bala. Nə yaxşı almışsınız bu mikrodalğanı. Uzun müddətli gəlmirdik. Dedik gələndə bir hədiyyə alaq. Öyrəndiyin sözlərini Kənan. Hə, Samir, öyrəndim. Yeməkdən sonra yenə hazırlaşarıq. Nə oldu sənə? Mən bayaq məşq edək deyəndə yox dedin. İndi özün istəyirsən? Səhvimi başa düşdüm, Samir. Nənəm yeməkləri gətirdi. Dur gedək. Mən doydum Kənan. Sən də doydunsa gedək televizora baxaq. Hə, Samir, gedək. Veriliş başlayacaqdı. Məncə cavab C idi. Məncə A. Bir məqalədə oxumuşdum. İnsan beynində təxminən 86 milyard neyron var. Heç o qədər neyron olar. Məncə səhvdir sənin dediyin cavab. Görərik indi. Sən düz deymişsən. İştirakçı da mən dediyim cavabı dedi, səhv çıxdı. Gördün? Mən dedim inanmadın. Ağlıma bir fikir gəldi, Samir. Bəlkə sən də bu yarışmaya qoşulasan. Bütün sualları bilirsən. Bilmirəm, olar. Niyə də olmasın? Mən sənin üçün qeydiyyatdan keçəcəm.